Rəhman və Rəhim olan Allahın adıyla. Bu günlər İmam Cəfər Sadiq əleyhissalamın şəhadət günləridir və bu münasibətlə bütün müsəlmanlara, möminlərə başsağlığı ərz edirik. Allah Teala bizləri dünyada imamın ziyarətindən və axirətdə şəfaətlərindən binəsib eləməsin. İstəyərdim qısa olaraq İmam Cəfər Sadiq əleyhissalam haqqında məlumat verəm. İmam Cəfər Sadiq əleyhissalam hicrətin 83-cü ilində Mədinə şəhərində dünyaya göz açıb. Atası İmam Muhammed Baqir əleyhissalam, anası isə Həzrət Əl-İslamın vaxtı ikən himayəsində saxladığı Muhammed ibn Əbu Bəkirin oğlu Qasim ibn Muhammed ibn Əbu Bəkirin qızı Ummu Fərvədir. Həzrət İmam Cəfər Sadiq əleyhissalamın həyatı belə desək 5 Abbasi, Hişam ibn Əbdülməlik daxil olmaqla 5 Bəni Ümeyyə xəlifəsinin dövrünə təsadüf edib və bundan sonra 2 Əbbasi xəlifəsi Səffah və Mənsur Dəvaniqinin dövrlərinə təsadüf edir. Həzrət İmam Cəfər Sadiq əleyhissalamın dövrü çox belə deyək, elə bir dövrdə yaşayıb ki, ağa o dövrdə öz elmini əhatəli şəkildə yaya bildi və genişləndirə bildi. Və bundan da əlavə İmam Cəfər Sadiqin imamət müddəti 34 il olmuşdur, 34 il şiələrə imamlıq etmişdir. Və ağa həm Abbasi xəlifələrinin, həm də Ümeyyə xəlifələrinin bir-biri ilə çəkişdiyi bir dövrdə imamətlik eləmişdi. Və bu elə bir dövr idi ki, artıq Bəni Üməyyənin xilafəti sonlanırdı, zəifləyirdi, Bəni Abbasilər isə hakimiyyətə gəlirdilər. İmam Cəfər Sadiq əleyhissalamın bildiyiniz kimi həmçinin də Cəfər, yəni ləqəbləri Cəfərdir, Sadiqdir və Şiə məzhəbinin də bu məzhəblə adlandırılmasının səbəblərindən biri də ağanın o dövrdə elmi məsələləri daha geniş şəkildə yayması və yüzlərlə, minlərlə tələbələrin yetişdirilməsi olmuşdur. Təbii ki, İmam Cəfər Sadiq əleyhissalamın belə desək, müxtəlif yerlərdən tələbələri var idi və hətta bu cür nəql edirlər ki, ağanın 4000-dən çox tələbəsi olmuşdur. İmam Cəfər Sadiq əleyhissalamın elm və mərifət nurundan əhl-i sünnə alimləri də bəhrələnmişdilər. Onları misal olaraq məsələn Maliki məzhəbinin banisi Malik ibn Ənəs və Hənəfi məzhəbinin banisi Əbu Hənifəni, məşhur fəqihləri Süfyan Sovrini, Süfyan ibn Üyeynəni, İbn Cüreyrəni, Şöbəni və onun dərs məclislərini ziyarət edirdilər və imamlardan dərs alırdılar. Bu nöqteyi nəzərdən ki, hətta əhl-i sünnənin böyük fiqh alimlərindən olan Əbu Hənifə əsl adı Numan ibn Sabit deyirdi ki, Ləvləq sənəteyn ləhələkə Əbu Numan. Əgər 2 il olmasaydı, Əbu Numan həlak olardı. Təbii ki, İmam Cəfər Sadiq əleyhissalamın dövrü həm elə bir dövr idi ki, Mədinədə böyük bir camiyə yaratmışdı. Bu Camiyyətül Mədinə idi, yəni Mədinə Universiteti. Ağa hər bir tərəfli tələbələr yetişdirirdi. Fiqh sahəsində, Quran sahəsində, əhkam sahəsində, əqaid sahəsində və sair elmlər sahəsində ağa tələbələr yetişdirir ki, İmam Cəfər Sadiq əleyhissalamın tələbələri sırasında kimya elminin məsələn qurucusu Cabir ibn Həyyan ki, kəlam mövzusunda 30-dan artıq kitab müəllifi olan Hişam ibn Həkəm Mömin-i Taq ləqəbi ilə tanınır və bundan da əlavə Muhammed ibn Əli ibn Numan Bəcəli və Tövhid-i Müfəzzəl, məşhur bilirsiniz Tövhid-i Müfəzzəl kitabının müəllifi Müfəzzəl ibn Ömər imamın diktəsi ilə qələmə alınmış bu kitabı və Əban ibn Təğlib, Zürarə ibn Əyyun və qardaşları Həmran, Bəkir, Süleyman ibn Mehran və Cabir ibn Yezid və sair. Məsələn, Cəmil ibn Dərrat kimi böyük alimlər vardır, məsələn, Əbu Bəsir var idi və sairləri vardır ki, İmam Sadiq öz tələbələrinin qabiliyyətinə uyğun olaraq onları müəyyən bir elm sahəsində yetişdirirdi və onları yönləndirirdi. Hişam ibn Həkəm, məsələn, daha yaxşıdır əqaid sahəsində, məsələn, Zürarı bilirdi ki, daha yaxşıdır, misal üçün, fiqh sahəsində hər bir tələbəni öz sahəsinə uyğun yetişdirirdi. Ağanın dövründə bilirsiniz ki, bir neçə qiyamlar da baş verilmişdi, məsələn, Məhəmməd ibn Nəfs Zəkiyyənin qiyamı və bundan sonra əmisi Zeyd ibn Əlinin qiyamı ki, bunlar məğlubiyyətlə bitdilər.
məğlubiyyət edir və ağa da bunları qabaqcadan bilirdi ki, bu qiyamların sonunda bir məğlubiyyət var. Hətta onların özünü də xəbərdar eləmişdi, amma buna rəğmən onlar yenə qiyam elədilər, amma ağa o qiyama belə desək də zahirən razı olmasaydı da belə batinən təbii ki Abbasi xilafətinə qarşı idi və Abbasinin o yürütdüyü siyasətə qarşı idi. Çünki belə desək Abbasilər zahirən Peyğəmbər adından Əhl-i Beyt adından istifadə edirdilər və Əli övladları adından istifadə edirdilər, amma batinən öz kinli siyasətlərini yürüdürdülər ki, tarixdə məlumdur ki, Mənsur Bəvani onlarla yüzlərlə, bəlkə də minlərlə şiənin qanını axıdır, olmayan zülümlər verib, hətta elə bir zülümlər və işgəncələr məsələn nəql edirlər ki, məsələn bu hədislərdə də gəlir ki, Bəni Ümeyyə belə bir işgəncələr eləmirdi ki, Bəni Abbas bu işgəncələri edirdilər ki, zahirləri din libasında idi, batinləri isə küfür libasında idi. Bundan da əlavə İmam Cəfər Sadiq İslamın yanına gəlirdilər, deyirlər, ağa siz niyə qiyam eləmirsiniz, siz niyə qalxmırsınız və s. və ilaxır. Ağa deyirdi ki, mənim 5 nəfər və yaxud 17 nəfər misal üçün tərəfdarım olsa, mən də qiyam edərəm ki, mənim məsələn həqiqi tərəfdarım yoxdur. Və ağa qiyamı münasib bilmədi o dövr üçün. O dövr üçün münasib olan elmi məsələləri yaymaq idi, elmi məsələlərdən çıxış eləmək idi ki, ağa bundan çox gözəl şəkildə istifadə elədi bu durumdan və Şiə məzhəbində, Cəfəri məzhəbində tarixdə gələn hədislərin əksəriyyəti, mən deyərdim 70-80% İmam Baqir və İmam Cəfər Sadiq əleyhissalamdan gələn hədislərdir ki, bəli, bu da öz elmə verdikləri öz fəhvələr idi. Məsələn, bəzi səhabələr Quran qiraətində yetişirdi, bəzi səhabələr kimya və fizika, riyaziyyat üzrə, dediyim kimi Cabir ibn Həyyan böyük bir iz buraxdı, məsələn, kimya elmləri üzrə və bununla belə imam çox zaman imamla məsələn mübahisə etmək istəyən şəxslər, elmi mübahisə etmək istəyənlər ilk əvvəl onun tələbələri ilə mübahisə edirlər. Əgər tövsiyə edirdi ki, ilk öncə bunlarla mübahisə edin. Əgər onlara qalib gəlsəz, mənlə mübahisə edərsiniz. Şiəlik artıq bir neçə qola bölünmüşdür. Şiələrin bir hissəsi Həzrət Əlidən sonra oğlu Məhəmməd ibn Hənəfiyyə imamlığına inanırdılar ki, bunlara Keysaniyə deyirdilər. Başqa bir dəstə isə İmam Zeynul Abidin'dən sonra oğlu Zeydi imam sayırdı. Misal İmam Cəfər Sadiq İslamdan sonra da bu cəryanlar yayıldılar ki, misal Zeydili firqəsi yayıldı, İsmaililər yarandı. Ondan sonra məsələn belə desək, Vaqifilər meydana çıxdılar. Ondan sonra bəziləri imamın dövründə, bəziləri İmam Cəfər Sadiq İslamın vəfatından sonra və s. Bundan da əlavə əxlaqi xüsusiyyətlərindən danışsaq, İmam Cəfər Sadiq İslamın əxlaqi xüsusiyyətləri çox yüksəkdir. Hətta məsələn bu cür tarixdə gəlir ki, ağa çox vaxtın namaz qılardı, çox vaxtın Quran tilavət edirdi. Hətta Malik ibn Ənəsdən olmalıdır yanında qalan qədər ki, bizdir ağanı görəndə ya namaz halında görərdi, ya Quran oxuyan halında görərdi, ya zikr halında görərdi. Yəni İmam Cəfər Sadiq İslamın əxlaqi xüsusiyyətlərindən məsələn biri də budur ki, gecələri qapılara məsələn yemək paylayardı, kasıblara, fəqirlərə yardım edərdi. Ehtiyacı olanların ehtiyacını qarşılayardı ki, və s. və ilaxır ki, misal üçün İmam Cəfər Sadiqin məsələn əxlaqi xüsusiyyətləri hətta o qədər yüksək idi ki, misal üçün onun tələbələri ilə bəhsə gələnlər bəzən tələbələrin səbirsizliyini görürdü və məsələn tələbələrindən misal üçün onlardan biri məsələn Müfəzzəl ibn Ömərdir ki, Tevhid Müfəzzəl onun əsasında yazılır. Bir gün bəhs edirlər ki, Müfəzzəl ibn Ömər qarşılıqlı reaksiya verir, əsəbi halda reaksiya verir. Biz sənin ustadın Cəfər Sadiqlə bəhs edəndə o bu cür reaksiya vermirdi, o bizi dinləyirdi. Məsələn tarix yazır ki, hətta İmam Cəfər Sadiq İslamın yanında bəzən gəlirdilər, o misal üçün qeyri-əqidənin nümayəndələri elə danışırdılar, axa qulaq asırdı. Bəzən danışanlar düşünürdülər ki, imamı məğlub eləmiş kimidirlər. Amma sonda ağa onları dinlədikdən sonra onların sözlərinin cavabı olaraq bir neçə kəlmə olaraq cavab verirdi və o neçə kəlməni onların o məsələn iradlarını sustururdu və iradlarına belə desək cavab verirdi. Bəli, İmam Cəfər Sadiqin bax elmi xüsusiyyəti bu, əxlaqi xüsusiyyəti bu. Bundan sonra misal üçün və sair çoxdur, yəni saymanla qurtarmaq olmaz. Amma ağa dediyim kimi tarixdə yaşadığı müddətdə heç bir siyasi hərəkata qoşulmadı, heç bir qiyama qoşulmadı və bunu hətta onun öz düşmən tərəfdarları da Abbasi xəlifələri də görürdülər, misal üçün zalim xəlifələr gördülər ki, misal üçün ağa heç bir misal üçün siyasi rejimə qoşulmur, ondan sonra siyasi hərəkata qoşulmur və s. Amma bununla belə İmam Cəfər Sadiq əleyhissalamın
belə desək, varlığı, var olması, çünki tərəfdarları gün-gündən artırdı. Dediyim kimi 4000-dən çox tərəfdarı vardı. Özü necə idi? Bir şəhərdə yox idi. Müxtəlif şəhərlərdən Mədinəyə gəlirdilər. Bəzən ağa özüm həccə gedirdi. Həcc ərəfəsində, məsələn, Ərəfatda orada hacılara səslənirdi. Orada çıxışlar edirdi, nitiklər edirdi ki, o nitiklərə valeh olurdular. Təbii ki, misal üçün qeyd etdiyim kimi son ağanın misal üçün şəhadətinə yaxın 2 il, 3 il artıq Mənsur elə bir sistem qurur ki, heç bir halda şiyyələr ağa ilə rabitə qura bilmirlər, onunla təmas qura bilmirlər və təmas quranları məsələn boynun vururdu, onlara işgəncə verirdi. Hətta onun işgəncələri haqqında mən oxuyuram bəzən, insanları diri-diri divarlara hördürürdü. İnsanları diri-diri nə bilim yerin altına hördürürdü. Və sahibi ilaxır ki, misal üçün bu oyunlar vurdururdu ki, o ardıcıllar ki var idi, o davamçılar ki var idi, onlara olmayan işgəncələr verir ki, ağa da bunları bilirdi, bu gedişatı bilirdi və qiyam eləməyin də mənası olduğunu bilirdi. Çünki qiyam elədiyim təqdirdə həm bu şiyyələr həlak olacaqdı, həm Abbasi xəlifəsi öz istəyinə çatacaqdı və bundan da əlavə, misal üçün, o elmə verdiyi, məsələn, bugünkü zamanda verdiyi bəhrə qədər ağa o dövrdə qiyam eləsəydi bəhrəsi olmayacaqdı. Tamam. Bundan da əlavə, belə desək, bunlar hər biri bizim, misal üçün, biz dediyimiz Əhl-i Beyt imamları hər biri bir nurdur, hər biri bir çıraqdır ki, misal üçün, artıq sonuncu çıraq intizarındayıq, müntəzirik biz ona. İmam Məhdi Əcəlallahu Fərəc, Allah onun zühurunu tərzil eləsin. İnşallah ki, belə desək, dünyanı ədalətlə dolduracaq. Çünki imamlarımızın əqidəsində, etiqadında və düşüncəsində qiyam deyildikdə, Məhəmmədin Mehdisinin qiyamı deyildikdə bu nəzərdə tutulur ki, bütün ətrafı haqq və ədalətlə doldurulmaq, qələbənin nəticəsinin, qiyamın bir nəticəsinin olmağı. Tamam. Bu günləri zühuru gözlənilən imamın qiyamının fəlsəfəsi bundan ibarətdir ki, ağa zühur edəndə bütün dünyanı haqq ədalətlə dolduracaq. Elə bir yerdə haqsız olmayacaq ki, haqsızlıq olsun, elə bir yerdə xəstəlik olmayacaq, dünya əminəmanlıq işığında olacaq və bu Ali Məhəmmədin sallallahu aleyhi və səlləmin bir sonuncudur, bir nəticəsidir. Buna görə də artıq bu xəlifələr ki, misal üçün, belə deyək də, ağaya ki, təklif edirlər ki, gəl sən xəlifə ol, məsələn, İmam Rızada da təklif edirlər, ağa məsələn, İmam Sadiqdə də təklif edirlər ki, gəl sən, məsələn, Əbu Saffah təklif eləmişdi, Mənsur Dəva, gəl sən xəlifə ol, nə bilim, gəl sən xilafətdə idarə elə. Ağa bilirdi ki, bunların məqsədinin altında hilələr var. Ağa bu şeyləri qəbul eləmirdi, bu təklifləri qəbul eləmirdi, rədd edirdi, hətta gələn məktubları yandırırdı, cırırdı, bilirdi ki, bu təkliflərin altında bir hilə var, bir, necə deyərlər, İslam əleyhinə köklənmiş, məhvedici bir fikirlər var, niyyətlər var ki, bunu ağa öz qeyri elmi, imamət elmi ilə bunlara valih edir. Təbii ki, İmam Cəfər Sadiq İslamın artıq varlığı, belə desək, xəlifə Mənsuru çox narahat edirdi. İmam əsla xilafətdə gözünü olmadığını dəfələrlə ona bildirmişdi, amma Mənsur məlun, Allah ona lənət etsin, Hicri qəməri tarixinin 148-ci ilinin Şəvval ayının 25-də ağaya öldürücü zəhər içirə bildi. Öldürücü zəhəri içirə bilmişdi. Və dözülməz ağrılara ağanın başlamışdı. Ağanın dözülməz ağrıları başladı və həyatının sonunun gəldiyini anlamışdı. Amma bununla belə Mənsur dəfələrlə cəhd eləmişdi. Hətta mən sizə deyim 5 dəfə, neçə dəfə, 5 dəfəyə yaxın cəhd eləmişdi ki, ağanı öldürsün, şəhadətə çatdırsın. Bu nail olmamışdı. Amma sonuncuda bir vasitə ilə ağa Mənsur, yəni onun bir vasitə ilə o zəhəri ağaya çizdirə bildi ki, buna görə İmam Cəfər Sadiq İslamı qətl elədi, zəhərlədi və İmam Cəfər Sadiq İslamın son anlarında İmam Musa Kazım İslamı vəsiyyətlər elədi və xalqa vəsiyyət elədi ki, məndən sonra oğlum imamət məqamı İmam Musa Kazım əleyhissalamdadır. Artıq İmam son anlarında ki, can üstü olanda xanımı Hümeydəni çağırdı və qonşularını, xidmətçilərini evə toplamağa əmr etdi, hamı evə gəldi, hamı evə toplaşdı. Ağa hamını evə yığandan sonra bilirsiniz nə nəsihət elədi? Bir dənə cümlə dedi. Dedi ki, namaza əhəmiyyət verməyənlərə bizim şəfaətimiz yetişməz. Bax, ağanın son anda dediyi bu cümlə idi. Namaza
əhəmiyyət verməyənlərə bizim şəfaətimiz yetişməz. Həyatın son anlarına qədər ailəsini, ondan sonra yaxınlarını, qohumlarını ibadətə və gözəl əxlaqa tövsiyə etdi. Məsələn, Qurandan ayələr oxudu. Bu nöqteyi nəzərdən artıq İmam Cəfər Sadiq İslam Şəvval ayının 25-də 65 yaşında Hicrətin 148-ci ilində Mənsur Məlun Abbasi xəlifəsi Mənsur Dəvaniqin vasitəsilə zəhərlə şəhadətə çatdı və Mədinə şəhərində dünyadan köçdü və İmam Musa Kazım oğlu onlar dəfn işlərini gördü, onun namazını qıldı və yüzlərlə insan ağanın arxasında namaz qıldı və ağanı babası İmam Zeynul Abidin, ondan sonra atası İmam Baqirin və əmisi İmam Həsən Əl-İslamın yanında Bəqi məzarlarında dəfn elədilər. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.